Əgər ipotekanı bağlamısansa, əlavə ödənişlərdir, faizlərdir, belə bir nəsə nüans var ki, pulunu geri qaytara bilərsən. Deməli, ipotekanı vaxtından əvvəl bağlamışam və bilmək istəyirdim ki, pulu ala bilirəmmi yoxsa yox? Yəni belə bir anlayış varmı? Mənə dedilər var. Bəli, əlbəttə ki var. Bir məbləğ varsa, onu sizin bank rekvizitlərinizi bankdan tələb edəcəyik və həmin rekvizitləri köçürdəcək bank hesabınıza. Gördüyünüz kimi zəng elədim, dedilər ki, yəni belə bir nüans var. Əlavə ödənişləriniz varsa, rekvizitləri götürərək sizə pulları geri dönüş edəcəklər. Nəzərdə çatdırım ki, söhbət məhz dövlət ipotekasından gedir. Mən misal üçün 16 illik ipoteka götürmüşdüm və 5 ilə bağlamağı bacardım və sağ olsun qardaş biri Instagramdan yazdı ki, sən əmlak sığortadan əlavə ödənişlərini geri ala bilərsən. Və gördüyünüz kimi mən də zəng etdim. İndi yaxın 1-2 gün ərzində yəqin ki, dəqiq məlumat olacaq. Necə hesablanacaq, nə hesablanacaq, yəni hansı pullar geri qayıdacaq, yəni bu haqda yəqin ki, biləcəm və inanın ki, bildiyim zaman da sizinlə bölüşəcəm. Bu videonu çəkməkdə məqsədim isə məhz odur ki, yəni bilməyənlər də qoy bilsin ki, ipoteka bağlanandan sonra hər hansı bir faiz və ya da ki, geri pul almaq mümkündür. Yəni belə bir anlayış var. Amma gecikməmək şərtilə. Çünki qardaş yazmışdı ki, o 1 il gecikmişdi. Yəni sığorta da dedi ki, salam əleykum, biz sizə geri qaytara bilmərik, artıq çox gecdir. Əgər bu haqda hər hansı bir anlayışınız, fikriniz varsa və ya belə bir şey etmisinizsə, buyurun kommentə yazın. Necə deyirlər, bilməyənlər də bilsin.